Hoş gördüm her birinizi. Bugün sizleri Tayland'dan salamlayıram deseydim yalan olar. Bugün sizleri Bilge'den salamlayıram. Bilge'de illərdə axtardığım evi tapmışam. Tam əsl modern ev. Axtarsınızsa siz de bu videoya sona kadar bakın. İndi gedək sizlərə həyətindən təqdimata başlayayım. İlk önce buradan salamlaşdım ki bu güzel mənzərəni görəsiniz. 8 sot torpaq sahəsində olan bu ev 330 kvadrat metrdir. 4 yataq otağından ibarətdir. Tam əşyalıdır. Evin qiymətini sonda deyəcəm, tələsməyin. Gəl buradan maşınla olan hissəsini çək. Burada 3-4 maşınlıq yeri, bundan da əlavə qarajı, bir maşınlıq, yanında axıran evi. Baxın, hər şeyə diqqətlə baxın, sona qədər baxın. Qiymətini də deyəcəm, məncə bu evi almağa dəyər. Tam moderndir də bu. Bu tam moderndir. Bax, bu başqa məsələ. Modern deyəndə yadınızda qalsın, bilənlər və bilməyənlər üçün deyirəm. Demək olar ki, daşdan istifadə eləmirsən. Bütün pəncərə, şüşə. Yəni bu evi gözəlliyi. Bax, gəlin bura. Keyfiyyəti göstərirəm sizlərə. Bu insan burada necə keyfiyyətli iş görüb. Fikir verirsiniz, evin yan tərəfləri hər şey keramogranitlə üzdənilib. Yəni pula qənaət olunmayıb, hiss olunur. Oturmaq üçün yer problemi yoxdur. 3 dənə yeri var. Hovuzun lejanka yerini gör necə qəşəng eləyiblər. Bax, maraqlı. Zaqar almaq üçün. Ümumilikdə 15 metr uzunluğunda hovuzdur. Dərinliyi 1.60'dır. Eni 4.5'dır. Burada adasını da düşünüblər. Hətta besetki olmağına baxmayaraq. Adası da buradadır. Yay mətbəxi. Gəl birinci həyətlə gedək. Sonra evi daxilində göstərərik. Ev o qədər xoşuma gəldi ki, özüm də danışmağa söz tapmıram. Yəni burada da əyləşə bilərsiniz. Baxın, bu kiçik boşluğu belə dəyərləndiriblər. Qəşəng bir dənə yaşıllıq eləyiblər. İndi nə demək istədiyimi başa düşəcəksiniz. Pilləkənlə qalxanda belə tam şüşədir. Bu tərəfdən də göstər zəhmət olmasa. Gəl buradan girək evə. Həyəti yumuşdular. Ona görə ayaqqabımız su oldu. Çıxardaq. Sizə terasını göstərdim. 150 kvadrat metrlik bir dənə böyük terası var. Ev boyda bir yerdir. Bax, burada mətbəxi, zalı, təmir çox gözəldir. Tam sadə bir təmirdir. Burada sanitar qovşağı. Evin hər bir yataq otağının sanitar qovşağı var. Ev tam isti döşəməlidir. Burada çamaşırxanası. Gəlirik yataq otağına. Yataq otağı 38 kvadratlıq bir yataq otağıdır. Buna fikir verməyin. Bununla bərabər, radiatorla bərabər ev isti döşəməlidir. Burada belə bir mənzərə ilə oyandığınızı təsəvvürünüzə gətirin. TV stendi hazır, qardirobu böyük. Daxilində, yanında demişkən, daxilində bir dənə sanitar qovşağı. Kameramız yenə də əziyyət çəkir ki, güzgüyə düşməsin. Və davam edirik. İndi sizlərə aparıram ikinci mərtəbəyə. Amma videonu saxlamayacağam. Yəni nəyi demək istədiyimi başa düşəcəksiniz. Burada pilləkənlə belə qalxsan, gəl saxlamayaq. Pilləkənlə belə qalxsan, bax bu gözəlliyi görürsən, ürəyin sıxılmır. Yəni divar deyil, onu izah eləməyə çalışıram. Bax, qalxırıq, bax belə bir mənzərə ilə qalxırsınız. Gəlirik yuxarıda. 3 dənə yataq otağı var. Gəlin bir göstərim. Bizim zalımız boyda bir dənə yataq otağı. 40 kvadratlıq bir dənə yataq otağı və özünün sanitar qovşağı. Sanitar qovşağının da pəncərəsi var. Pərdə vurublar. Panasonic. Ev tam isti döşəməli. Burada da bir dənə yataq otağı və
Burada bir dənə stol görürsünüz. Hər gün bu mənzərədə oyanırsınız. Allah hər birimizə nəsib eləsin. Mənim xalqım buna layiqdir. Hamı yaxşı yaşamağa layiqdir. Belə gözəl evdə yaşamaq sizlərə də qismət olsun. Bax, burada da onun sanitar qovşağı. Davam eləyək. Gedirik. 4-cü yataq otağına, bəli. Burada onun sanitar qovşağı və yataq otağı. Yenə də bu yataq otağında da balkonu unutmayıblar. Burada da balkonu var. Məncə almağa dəyər bir evdir. Allah ruzunuzu bol, canınızı sağ eləsin, sizlər də belə gözəl evlərdə yaşayasınız. Dəyərli izləyicilərimiz, 930 min manat start deyirəm bu evin qiymətini, 8 sot, 330 kvadrat Bilgəkdəyik. Sizin də evləriniz varsa bizimlə rahatlıqla əlaqə saxlaya bilərsiniz. Gəlib çəkilişini eləyib, satışını eləyə bilərik, həyata keçirdərik. Özünüzdən müğayət olun, like'ları unutmayaq. Kanalımıza abunə olmamızsa abunə olmağınızı gözləyirəm. Sağ olun, görüşmək ümidi ilə, hələlik.